Kızlar, bu buketi mənə Mehdi aldı. Sentyabrın 3'ü bizim 3 ilimiz tamam oldu. Ve belə qəşəng buket bağlamışdı. Artıq solub. İndi mən bunu atacağım. Çünki çox pis günə düşüb. Hatta çoxdan atmalıydım. Bu da belə burada solub qalıb. Onu mən Sarıçkanın uşaqlığın ad günüsündə bütün hər kəsə belə gül hədiyyəsi vermişdi. Bunu da artıq atmalıyam. Belə çox gözəl buket idi də bu. Kızlar, Mervan'ın iclasından çıxdım. Birbaşa gəldim Gəncək Molla. Etilerdəyəm. Çünki evdə heç su belə içmədən gəlmişəm. Elə xoşum gəlir mən bu çörəkdən. Kızlar, mən Loyco'dayam. Burada o günə bir dənə qəşəng özümə sumka almışam. Və sonra yenə də bir sumka gördüm, reklam eləmişdilər. Dedim, gəlin baxım sumkaya, görüm necədir. Mervan ən sevimlisi dolma yeməyi. Mən də düşbərə sifariş elədim. Amma ondan mən bilmişəm. Kızlar, neçə gündür mən köçmüşəm. Hələ də bu ev işi bugündədir. Bilmirəm nəyi harda çəkirəm, necə çəkirəm, nə danışıram, nəyi göstərirəm. Amma belə həvəsim olduqca götürürəm telefonu əlimə və başlayıram nələrsə çəkməyə. Bəlkə də yarı-yarımçıq qalır. Çünki bu aralar o qədər başım qarışıqdır. Burada gördüyünüz hər bir şey təzədir. Və mən bura ona görə bugündədir ki, mən bunların videolarını çəkə-çəkə istifadə eləməliyəm. Və video çəkməkdə nə son vaxtlar, nə vaxtım olmur. Bəzən yorğun oluram, video çəkmək istəyirəm. Sonra nəsə həvəsim düşür. Yəqin ki, bura bir müddət belə qalacaq. Və hansından başlayım bilmirəm. Çünki burada o qədər əşya var. Burada həm geyimlər. Bilmirəm hansından başlayım. Amma mənə toz soran da lazımdır. Bu arada yeni toz soran aldım. Bunu da birazdan çəkəcəm. Ondan sonra da bunu Instagram üçün paylaşandan sonra da sizlər üçün də açıq formasını göstərəcəm. Və neçə almışam, məlumat falan hamısını bildirəcəm sizlərə. Toz soranı açdım. Deməli, başlığı belədir, əsas hissəsi. Wow, çox gözəldir də. Məndə bundan var. Birazdan sizlərə göstərərəm. Bu məncə daha ağırdır. Bir də onun ekran hissəsi buradadır. Məndə o birisində. O da ayrı bir rahat idi. Bunda deyəsəm burada yanacaq. İndi birazdan yoxlayarıq. Yəni bir neçə deməli əlavələr var burada. Buna baxın da. Buna baxın da. Məndən icazəsiz gəlib kosmetika çək. Sən Merva, bəsdir. Çox çək. Yan çıxasın. Burada məndə yeni əşyalar var. Üstdən alıb yığmışam. Hər dəfə gedəndə biraz nəsə alıram və istədim elə video çəkim, bir də elə hamısını bir yerə yığım və sizlərə göstərim ki, nələr almışam. Hətta bunu mən 2 ay öncə almışdım. Hərəsini başqa vaxtlarda almışam. İndi göstərəcəm sizlərə burada nələr var. 2 ədəd almışam. Düşünürəm, yəqin ki, sonuncu olur. Artıqlamasıyla varımdır. Bu hamam üçün belə asılqan. Bunu hələ bilmirəm, istifadə edə biləcəm yoxsa yox. Çünki buna şey lazımdır. Nədir, drezat lazımdır. Bizdə evdə yoxdur. Bilmirəm necə olacaq. Daha sonra belə bir damaşnik gördüm. Tərlik.
Biraz böyük ölçü götürmüşəm ki, ayaqlarım rahat olsun. Sıx olanda ev damaşıqları sıx olanda rahat olmuram. Qışa uyğun. Sonra mən də belə neçə ədəd almışam bu salfetka qabından. Bəlkə bir 3-4-ünü almışam, elə ona buna vermişəm. Ən axırıncı taxtadan olmalıydı, yuskdan. Onu da bilmirəm, saxlamışammı, yoxsa kiməsə vermişəm, bilmirəm. Bu plastik zat deyil, nə bilim, ağırdır. Neysə. Sonra belə kofe üçün belə bir çaşka almışam, balaca ölçüdə. Çox qəşəngdir bu da. Və qab yuma geli. Qab yuma geli. Qiyməti də münasib edir 4-5 manat. Bunu öncə çoxdan almışdım bunu. Bəlkə 1-2-3 il olar. 200 dolardan almışam. Bundan birini də almışdım. Sadə şüşə üzərində yazılı. O da məndə durur. Bunu da elə belə almışdım. Ucuz idi deyə almışdım. Bilməm, istifadə edə biləcəm yoxsa yox. Təzədir, bəlkə kiməsə hədiyyə verərəm. Sonra belə bir şamdan almışam. Bu təbii mərmərdir deyəsən. Çünki bu da çox ağırdır. Yəni ağırlıq edən bu deyil, budur. Hə, bunlar ayrı-ayrıdır. Amma mən belə sanki dəstləşdirdim. Çox bəyəndim bunları. Bunun böyük tarakası da var idi. Belə çox estetikdir də. Və həmişə almaq istədiyim, bunu mən Ruxsara var ya, kosmetologu. Onun evinə gedəndə hədiyyə olaraq almışdım. Çox bəyəndim. Hər dəfə gedəndə Yuskda görürəm. Nədənsə ala bilmirdim, amma bu səfər gedəndə dedim ki, səni mən götürəcəm. Sonra belə bir səbət almışam. Mən bunun koriçnov rəngində almışam. Bilmirəm hardadır. Görün, buralardadır mı? Ha, buradadır. Və belə. Bu rəngində almışam. Çox qəşəng keyfiyyətlidir. Qara deyəsən koriçnovdan daha bahadır. Sonra belə bir kortina almışam. Bunu da Mərva üçün. Bu isə, bunu mənə İradə bir 3 il, 4 il öncə, 3 il, öncə mənə hədiyyə almışdı. Bir hamam xalçası, çox qəşəng idi o. Mən özüm ona dedim ki, mənə hədiyyə olaraq bunları al. Mənim ağlıma baxın da. Ay Allah. Görəs mən nə istəmişəm. Yəni o qədər mənim ev əşyalarına həvəsim var da. Yəni kim deyər ki, mənə get ad günümə hamam üçün tualet təmizləyən şotka al. Ayda. Amma ucuz da deyildi ha. Yəni nə bilim bir 70 manatdan çox pul vermişdi qız xalçana bir yerdə bunlara. Belə qızlar. Yeni ev əşyalarım bunlardır. İndi mən bunları bir dənə yerbəyer eləyim. Nəyə hara qoyacağım bilmirəm. Yəni budur. Yer tapacağım, söz yox. Qızlar, bu günlərim nəhayət ki, çoxdandır. Instagramda bir xanımla tanış olmuşduq. Elə planlayırdıq görüşməyi və bu günləri bizim planımız baş tutdu. Sədadır. Sizə yəqin ki, çoxlarınız da tanıyırsınız. YouTube'da da, Instagramda da videoları var. Çox qəşəng, maraqlı videolar çəkir bu arada. Və biz bu günləri dedik ki, bir görüşək. Mənim alış-veriş günümdür. Dedim, gəl qoşul mənə. Sən gəzdirim mən. İndi də gəldik, oturduq Kresets Mall'da. Burada mən 1-2 dəfə oturmuşam, xoşum gəlib. Çayımız soyuyacaq, biz hələ də danışırıq. Belə bir şirniyyat sifariş elədik, dedik ikimiz də bölüb, ikimiz də bəs eləyəcək də bu. Çünki Seda deyir ki, mənim şirniyyatla aram yoxdur. Amma mən özüm tək başına oturanda, həmişə bilirsiniz də zaten məni. Yarısını yeyirəm, doyuram. Belə. Qızlar, Mehdi də gəldi, qoşuldu bizə. Bizim söhbətlərimizə. Cappuccino da demişik, üçümüz də eyni kofe içəcəyik. Günlü havanı qoyduq, axşama yaxın başladıq video çəkməyə. Yadımızdan çıxdı, o qədər söhbət elədik ki. Siz də like etməyi, abunə olmağı unutmayın. Qızlar, belə bir şalvar gördüm Zara'da. Çox bəyənmişəm, amma başqa seçimlər də olduğu üçün bilmirəm. Hansını götürüm. Qızlar, mən bu şalvarı da çox bəyəndim. O qədər gözəl materialı var. Adamın əynindən axır, eyni zamanda da rahat qalır, rahat oturur əynimə. Razmi 38-dir. Sadəcə olaraq bilmirəm, götürüm, götürməyim. Bu iki şalvarın arasında qalmışam. Bu daha tünd, bu biraz fərqli. Mən bunu istəyirəm götürüm.
Kızlar, gördüğünüz kimi alışverişimiz devam ediyor. Bir game'in içine mi giymişəm? İndi də gedirik Port Bakuya, orada bir kurtka görmüşəm. Bir də çanta, gedirik ona baxmağa. Belə, bizə davam. Bu alışverişi hamısını evdə göstərəcəm. Nələr almışam. Gedə yemək yeyək. Sonra acından ölürük. Mən bu günləri bu yazıq qızı çox yormuşam. Hə, xoş oldu, hə? Çok maraqlı, enerji, pozitiv. Yemək yeyirik. Bizim Ölürük. günorta yemeğimiz. Hə, ölürük acından. Günorta yeməyi, həqiqətən biz zavtraq edib çıxmışıq da. Belə salat dedim. Sen salat mısın? Aa, salat, yox, Ay kız salata oxşatdım, sanki də makarna. So, bizə nuş. Saat 10'un yarısı deyim. Nə qədər şey almışam, nə qədər bu dəhşətdə bu qızı orada nə inkar eləsə də amma yormuşam. Nagis də sifariş elədi. Qəşəng bir şey oxşuyur. İçərisi pendirlidir bunun. Təzə açıqdır. O qədər rahatdır ki, burnumun üstündə qəti ağırlıq hiss eləmirəm. Biz nəhayət ki, qərar verdik ki, evə gedək. Qızlar, indicə evə gəldim. Yuska getmişdim. Evə bəzi əşyalar çatışmırdı. Əlbəttə ki, bir dənə də veşilka aldım. Belə bir qutu almışam. Bunu Mehdi üçün aldım. Aksesuarlarını yığmağa. Sonra mən sizə bir dəst göstərmişdim. Bundan 4, bunun balacası yox idi. Mən əlavə olaraq Yuskdan almışam. Dəstləşdirdim. Və ikisini də yenidən aldım ki 4-4 olsun. Sonra belə bir çaşka almışdım, onun da nəldəkisini. Düşündüm ki bir ədəd də belə alım, çünki çox bəyəndim də bunu. Çaşkası da oradadır. Sonra bir belə qutu almışam, böyük ölçüdə. Bir belə balaca ölçüdə. Bunları birini Mərva üçün almışdım. Sonra belə bir mətbəx üçün ağqıt aldım. Sonra duş kabini təmizləmək üçün bunu almışam. Hə, bir də mənə əsas lazım olan bunlara görə sədərəyə gedəcəkdim. Mən orada deyəsən 4 manat idi. Ölçüsü budur. Belə bir geyim yığmaq üçün. Və hə, heç nə. Bu qədər. Aldıqlarım bunlardır. Qızlar, deməli, mən bunları göstərim sizə. Deməli, baxın, mən belə bir, nə deyirlər bunlar, bilmirəm, organizer falan paltarları yığmağa, onlara ihtiyacım var idi. Sədərəkdən düşünürdüm, alım, amma yəni elə bu mənə məncə kifayət edər. Keyfiyyəti də normaldır, zaten paltar yığacam. Bunun qiyməti deyəsən 4 manat idi. Hələ ki 2 ədəd almışam. Əgər xoşuma gəlsə, yenə də əlavə olaraq alacağam. Toplam sizə göstərim. Belə atdım. Toplam 63 manat ədədi. Bu da niyə tez-tez su buraxır, bilmirəm. Paraşok buraxır, amma çox da tökmürəm paraşok əslində. Niyə bu belə eləyir, bilmirəm. Təzə maşınkadır. Bilmirəm, istifadəmi düzgün, qapısı mı düz yaxşı bağlamır, nədirsə. Bilmirəm, dayı. Belə qızlar, mən 8-də həm də lazerdə olmalıyam. Gedim, çatdırım bütün işlərimi və Mehdi dalımca gələcək. Hoşuma geldi. Nasıl bunu yersin?